Avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə tətbiq olunan əmsal müəyyənləşib. Yenavaz.com trendi istinadla xəbər verir ki, avtonəqliyyat vasitəsi taksi ilə sərnişin daşımaq üçün istifadə edildikdə əmsal tətbiq ediləcək. Belə ki, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan 1 illik sığorta haqqı məbləğinin hesablanması üçün 1,5 əmsalı tətbiq ediləcək. Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edilməsi dedikdə, avtomobil nəqliyyatı haqqında və lisenziyalar və icazələr haqqında qanunlara uyğun olaraq səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş icazə əsasında avtonəqliyyat vasitəsinə münasibətdə müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilən sərnişin daşımaları başa düşülür. Sığorta müqaviləsi bağlanarkən qeyd etdiyimiz əmsal avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat mövcud olduğu halda tətbiq ediləcək. Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumatın müəyyən edilməsi mümkün olmadıqda, qeyd etdiyimiz əmsalın tətbiqi sığorta müqaviləsi bağlanarkən sığortalının könüllü bəyanı əsasında həyata keçiriləcək. Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat müəyyən edilməsi mümkün olmadıqda və ya əvvəl qeyd etdiyimiz halda həmin məlumat sığortalı tərəfindən sığortaçıya bəyan edilmədikdə, sığorta haqqı məbləğinin hesablanması üçün bir əmsal tətbiq olunacaq.